Gəncədə bərbad vəziyyətə düşən yol sürücülər üçün təhlükə yaradır. Şəhərin Gülüstan qəsəbəsi Tofiq Bağırov küçəsindən gündəlik istifadə edən sakinlər yolda çox əziyyət çəkdiklərini deyir. Problemin həll olunmadığını görən sakinlər qaynar xəttimizə müraciət ediblər ki, məsələyə diqqət çəkək, bəlkə həllini tapar. Yol niyə təmir olunmur və ya belə sual edək, nə vaxt təmir olunacaq? Əməkdaşlarımız bunu öyrənməyə çalışıb, baxaq görək nə deyiblər. Piyadaların və sürücülərin intensiv istifadə etdiyi yol elə vəziyyətə düşüb ki, yol demək olmur. Sakinlər deyir ki, sözü gedən küçə yaxın keçmişdə asfaltlansa da, su kanalizasiya xətlərində yaranan nasazlıq səbəbindən ərazidə yenidən qazıntı işləri aparılıb. İşlər başa çatdıqdan sonra isə yolun üzərində 3 böyük çuxur yaranıb və asfalt örtüyü bugünə qədər bərpa olunmayıb. Yol kənarında mağaza və obyektlərin yerləşməsi, həmçinin iki istiqamətli hərəkətin olması vəziyyəti daha da çətinləşdirir. Vəziyyəti yaradır. Maşınlar da düzgün parkovka etmirlər. Gəlirlər, qazırlar, gedirlər. Nə cür qazırlar, o cür də qoyub gedir. Tofiq Bağırov küçəsində olan çalalardan biri də bu arxada gördüyünüzdür. Belə ki, bu çuxur burada yaşayan sakinlərin sözlərinə görə daha çox bu yolda təhlükə yaradır. Belə ki, çuxur həm işıq forunun düz altında və eyni zamanda burada 4 yol kəsişməsində yerləşir. Belə olan halda isə avtomobillər üçün burada daha çox təhlükə yaranır. Avtobus gəldi, fikir verin. İndi avtobus gelib orada duranda, svetoforun qırmızı işığında. O biri maşınlar bilmir. Çünki bu sol tərəfdə maşın gəlir. 4 yoldur da. Maşınlar qəza vəziyyəti yaradır. Sürücülər qeyd edir ki, çuxurlar təhlükə yaratmaqla yanaşı avtomobillərə də ciddi ziyan vurur. Maşın çox çətinliklə keçirik, maşın dağılır. Həm də ki, svetoforun düz altıdır, bura problem yaradır. Məcbur olur, ya çəkir o izə, o da o tərəfdən gələnə narüşenidir. Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən bildirildi ki, sözü gedən yol əsaslı şəkildə asfaltlanaraq təmir edilib. Müəyyən yerlərdə aparılmış qazıntı işləri isə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirildiyindən asfalt örtüyünün bərpası öhdəliyi də onların üzərinə düşür. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, görülən işlərdən sonra həmin ünvanlarda kiçik kvadratlı ərazilərin əvvəlki vəziyyətinə qaytarılması təmin olunacaq. Mədinə Niknəcat, Ağcəl Əskərli, Rüfət Bayramov, ATV Xəbər, Gəncə.